Hoş gördük, hamınızı salamlayıram. Bizim bugün çok maraqlı bir mövzu ilə bağlı yığışmışıq. Mən bu mövzu ilə bağlı danışanda istər-istəməz 22-25 il bundan əvvəl yadıma düşdü. Azər Əsrətin çox parlaq yadında olar. Biz o vaxt mətbuatın özünü tənzimləmə qurumu, Mətbuat Şurasını yaratmaq barədə əvvəl diskussiyalar apardıq, sonra təşkilat komitəsi yarandı və Mətbuat Şurası 2003-cü ildə yarandı. O zaman əlbəttə ki, gənclər üçün bəlkə nağıl kimi görünər ki, sosial şəbəkə yox idi, internet hələ yeni başlayırdı və əsas aparıcı Azərbaycanın yazılı media orqanları idi, mətbuat idi. Və bu mətbuatda da çoxlu, indi necə sosial mediada fərqli qüvvələr olduğu kimi, mətbuatda da ideallar çox idi. O zaman mətbuatın tənzimlənməsi, özünü tənzimlənməsi kimi bir məsələyə və belə bir qurumun vacibliyi önə çıxmışdı. Onun ətrafındakı diskussiyaların nəticəsində Mətbuat Şurası yarandı və uzun illər Mətbuat Şurası səmərəli fəaliyyət göstərdi. Son illər amma sosial medianın genişlənməsi sayəsində artıq bizim Mətbuat Şurasına şikayətlər çox az gəlir. Əsasən sosial mediadan narazılıqlar gəlir. Elə bugün bir neçə sosial media, Facebookda ayrı-ayrı fərdlərin yazdıqları hansısa statuslarla bağlı mənə müraciətlər olunub. Bizim Mətbuat Şurasının sosial media ilə əlaqələr komissiyası var. Hacıbəy Eydərli onun rəhbəridir, fəal çalışır. Biz də o TikTokda və digər sosial şəbəkələrdə hər zaman hər ağlına gələni yazılanlarla bağlı nəticə əldə etmək mümkün olmur. Amma çalışırıq ki, hər halda orada müəyyən dərəcədə Mətbuat Şurası təsir göstərsin. Bizim deməli Mətbuat Şurasının komissiya sədri, bizim tanınmış media mütəxəssisi Müşfiq Ələsgərli, Yadigar Məmmədli ilə birlikdə bir neçə ildir dalbadal Dünya Mətbuat Şuraları Assosiasiyasının yığıncağında iştirak edirlər. Bu ildə yeni qayıdıblar və onlarda da təxminən eyni tendensiyalar gedir ki, bu sosial mediada yazılanlar və sosial medianın fəaliyyəti, tənzimlənmə məsələləri, etik prinsiplərin yerinə yetirilməsi necə tənzimlənməlidir. Bu iş üzrə bizim hörmətli Müşfiq müəllim doğrudan da ən peşəkar, ən məlumatlardandır. Çox yaxşı ki, bizim qeyri-hökumət təşkilatlarına dövlət dəstəkli agentliyi çox yaxşı bir layihəni maliyyələşdirib. Buna görə onlara ayrıca təşəkkürümü bildirirəm. Eyni zamanda bizim Müşfiq müəllimin koordinatoru olduğu mediada innovativ təşəbbüslərə dəstək ictimai birliyinə də öz minnətdarlığımı bildirirəm ki, bu birlik əminəm ki, onun fəaliyyəti, gələcək fəaliyyəti həmişə bu aktual məsələlərin həllinə kömək eləyəcək. İndi bu layihə 5 ay müddətində icra olunacaq. Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləridir. Müşfiq müəllim müxtəlif ölkələrin, ABŞ, Rusiya, Çin, Fransa, Almaniyanın təcrübələrini öyrənib, müxtəlif bu sahədə mütəxəssislərin təklif elədiyi modelləri bu layihə ərzində ortaya qoyur. Eyni zamanda mən fikirləşirəm ki, bunların nəticəsi kimi praktik cəhətdən həm də Mətbuat Şurasının gələcək bu istiqamətdə fəaliyyəti necə olacaq? Biz sosial şəbəkələrdə tənzimlənməni və informasiya təhlükəsizliyini necə həyata keçirəcəyik? Bunlar da qarşımızda duran ən ciddi məsələlərdəndir. Mən bir daha təşəkkür edirəm QT agentliyinə və Müşfiq müəllimin rəhbəri olduğu quruma və bu layihənin əhəmiyyətini bir daha qeyd edərək layihənin koordinatoru hörmətli Müşfiq Ələsgəriyə söz verirəm. Buyur Müşfiq müəllim. Əvvəla təşəkkür edirəm Rəşad müəllim, çox sağ olun gözəl təqdimata görə və hörmətli həmkarlar da hər bizə təşəkkür edirik dəvəti qəbul edib tədbirə qatıldığınıza görə. Mən qısaca bəzi statistik məlumatları diqqətə çatdırmaq istəyirəm. Son statistik məlumatlara görə dünya əhalisinin təqribən 67%-ə yaxını artıq sosial şəbəkə istifadəçisidir. Bu çox böyük bir göstəricidir və o deməkdir ki, artıq dünya əhalisinin 50%-dən çoxu
informasiyanı sosial şəbəkələr üzərindən alır və yayırlar. Amma məsələnin ikinci bir tərəfi var ki, bütün texnologiyalarda olduğu kimi sosial şəbəkələrin də bu pozitiv məqamları ilə yanaşı, həm də orada negativ məqamlar mövcuddur. Nədən ibarətdir bu negativlər? Mən qısa rəqəmi deyim, buradan artıq təsəvvür yaranır. Deməli, yenə analitik mərkəzlərin apardıqları hesabata görə hal-hazırda dünyada hər gün yayılan informasiyanın təqribən 80%-ə yaxını fake newslardan, yəni saxta xəbərlərdən ibarətdir. Və məsələnin ikinci tərəfi var ki, həmin 80% fake xəbərlərin paylaşılmasında 66% hesabla düşür sosial şəbəkələrin üzərinə. Yəni, bugün dünyada nə qədər saxta xəbər, dezinformasiya, fake xəbər yayılırsa, bu yayımın ümumilikdə 66%-ə yaxını sosial şəbəkələr üzərinə gerçəkləşdirilir və bu da informasiya mühiti üçün çox ciddi şəkildə problemlərə yol açmış olur. Bəzi dövlətlər, aparıcı dövlətlər artıq müəyyən modellər tətbiq etməyə başlayırlar. Biz əgər bütün dünya dövlətlərində bu sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasıyla bağlı aparılan işlərə baxsaq, bunlar genişdir, hər dövlətin özünə görə bir yanaşması var. Amma ümumilikdə götürəndə həm onları təsnifatlaşdırsaq, 3 dənə model alınır. İndi bu modellər nədən ibarətdir? Rəşid müəllim, mən ora keçib orada bir əyani göstəricilər göstərirəm. Apardığımız tədqiqatları, bütün bu üzərində olan hesabatları biz təqribən 6 dövlətin üzərində cəmləşdirmişik. Niyə 6 dövlətin üzərində dururuq? Çünki onların hər model üzrə 2 ölkədən nümunələr gətirmişik. Və onların hamısını biz mətbuat saytında yerləşdirmişik. Burada siz diqqət eləsəz, məsələn, sosial şəbəkənin tənzimlənməsi üzrə Türkiyə nümunəsi, Fransa nümunəsi, Çin nümunəsi, Rusiya, Amerika Birləşmiş Ştatları və s. İndi mən bunların hər birindən 2 dövləti, o modellərin hər biri üzrə təsnif eləmək istəyirəm. Birinci model ondan ibarətdir ki, hal-hazırda gedən tendensiya budur ki, hər bir ölkə öz ərazisində sosial şəbəkələrin milli segmentini, suverenliyini təmin etmək istəyir. Yəni, elə bir şərtlər ilə qanunlar, qaydalar qəbul olunur ki, bilirsiniz, bu qlobal adminlərdir, sosial şəbəkələr oradan idarə olunur. Amma hər bir sosial şəbəkənin özünün milli segmenti var. Milli segmentdə informasiya təhlükəsizliyini tənzimləmək üçün müəyyən qanunlar və qaydalar tətbiq olunur. Bunlardan Çin və Rusiya modeli diqqət çəkir. Çin və Çinin daha öncələrdən başlayıb bu internetin kəşfi və sosial şəbəkələrdən sonra, amma Rusiyada isə 2019-cu ildən bu addımları atmağa başlayıblar. Məsələn, Rusiyada 2019-cu ildə internetin suverenliyi haqqında xüsusi bir konsepsiya qəbul olunur. Həmin konsepsiya əsasən sosial şəbəkələr üzərində elə qanunlar tətbiq olunur ki, o qanunlara əsasən milli segmenti idarə edən adminlər mütləq şəkildə Rusiya hökumətinə hesabatlar verməlidirlər. Eyni zamanda Rusiya hökumətinin həmin deməli sosial şəbəkələrin yerli segmentini dondurmaq, deaktiv etmək, yaxud da ki, istənilən vaxtı aktiv etmək, məhdudlaşdırmaq və s. kimi bu qanunlar ona imkan verir. İnternetin suverenliyi haqqında daha çox nümunə olaraq biz Çini göstərə bilərik. Çində ümumiyyətlə götürüləndə digər ölkələrdə məskunlaşmış və idarə olunan sosial şəbəkə platformalarının fəaliyyəti Çində kifayət qədər məhdudlaşdırılıbdır və bu məhdudlaşma insanların informasiya almaq hüququnu pozmasın deyilən həmin sosial şəbəkələrin yerli variantları yaradılıbdır. Məsələn, biz daha çox istifadə edirik mesajlaşmaq üçün, tutaq ki, WhatsApp-dan. Çində isə bunun fərqli özlərinin idarə etdikləri WeChat modeli mövcuddur. Yəni, bizdə WhatsApp nədirsə, Çində də WeChat həmin şeydir. Yəni, o daxili mesajlaşma üçün və s. və ilə axır. Eyni zamanda suveren internetin yaradılması için qanunlar var. Eyni zamanda Rusiyada olduğu kimi burada interneti nəzarətdə saxlamaq üçün, ümumiyyətlə onlayn resursları nəzarətdə saxlamaq üçün xüsusi inzibati idarələrin yaradılması və s. və ilə axır. Deməli, bunun üçün də müxtəlif inzibati idarələr qurulubdur. Eyni texnologiyanı biz Amerika Birləşmiş Ştatlarında da görürük, onlarda da mövcuddur. Siz yəqin ki, hər biriniz bu TikTok üzərində yaranan problemlərlə tanışsınız.
Bu problem əslində Amerikada uzun müddətdir ki, davam edir. Hələ 2017, 18, 19-cu illərdən, 20-ci illərdən davam edən bir mübahisələr mövcuddur. Nəhayət 2024-cü ildə Amerika Birləşmiş Ştatları bu problemləri birbaşa həll etmədən ötürü yeni bir qanun qəbul edib. Qanun adı belə gedir: düşmən ölkələrdə yaradılan sosial şəbəkə hesabları üzrə təhlükəsizliyin təmin olunması, belə bir uzun adı vardır. Həmin qanunvericilik Amerikaya imkan verir ki, hər hansı bir başqa ölkədə sosial şəbəkə platforması yaradılıbsa və Çin auditoriyasına da təsir edirsə, ki bu az deyil, məsələn TikTok'un özünün deməli Amerika Birləşmiş Ştatlarında milyonlarla istifadəçisi var. Bu qanun dövlətə hüquq verir, imkan verir ki, həmin sosial şəbəkə platforması ilə aparılan danışıqlar, anlaşma mümkün olmasa, onun fəaliyyəti dayandırılsın. Və bilirsiniz ki, Donald Trump hakimiyyətə gələn kimi bu praktikadan istifadə elədi və TikTok'un fəaliyyətinin müvəqqəti dayandırılması üçün 190 gün imkan verilir, 190 gün məhdudlaşdırılır. Bundan sonra danışıqlar aparılır və anlaşma üçün müəyyən addımlar atılır. Yəni Amerika Birləşmiş Ştatlarında da o internet üzərində suverenliyin tətbiq olunması üçün müəyyən addımlar atılır. Bu bizim birinci modelimizdir. Amerika, deməli Çin, Rusiyada atılan addımlar, yəni milli serverlərin yaradılması, milli platformaların yaradılması, xarici platformaların ölkə arasında yayımının məhdudlaşdırılması və s. bu bir platformadır. İkinci model isə Avropada tətbiq olunan modellərdir. Deməli, Avropa İttifaqı ərazisində sosial şəbəkələrin tənzimlənməsi üçün fərqli bir metodologiyadan istifadə olunur. Biz bu metodologiyanı daha çox Almaniyada, Fransada, Türkiyədə və başqalarının deməli addımlarında müşahidə edirik. Nədən ibarətdir bu addımlar? Birincisi, Avropa İttifaqı ərazisində 3 böyük akt qəbul olunubdur. Bu media azadlığı aktıdır, azad rəqabət haqqında aktdır və biri də var indi adı yadımdan çıxdı, göstərərəm onu. Bu aktlar Avropa dövlətlərinə imkan verir ki, onların tərkibində həm də sosial şəbəkə segmentinə müdaxilə etmək üçün müəyyən qaydalar tətbiq olunur. Bu qaydaların daha çox hesablanıbdır istifadəçilərə yox, sosial şəbəkə adminlərinin məsuliyyətini müəyyən edir. Məsələn, Almaniyanın qəbul elədiyi qanunda yer gəlmişən qanun adı ilə birbaşa gedir. Ona sadə dildə Facebook aktı deyirlər, amma əsas məsələ sosial şəbəkə platformalarında tənzimləmə ilə qaydaların tətbiqi aktıdır. Mahiyyəti ondan ibarətdir ki, həmin qanun sosial şəbəkə platformaları adminləri qarşısında ciddi məsuliyyət yaradır. Nədir? Həmin qanunda göstərilir ki, əgər sosial şəbəkə platformaları özləri daimi olaraq öz platformaları üzərində nəzarət aparmalıdırlar, dezinformasiya mahiyyətli yayımlar müəyyən etdikdə onların dərhal qarşısını almaq üçün gündəmdən çıxarılması üçün inzibati addımlar atmalıdırlar. Eyni zamanda gördükləri işlə bağlı hər 6 aydan bir yerli hökumətə hesabat verməlidirlər ki, nə qədər dezinformasiya yayılıb, nə qədər dezinformasiyanı bunlar gündəmdən çıxarıblar və s. və ilə axır. Bu danışdıqlarımı mən qısa danışıram ki, vaxtı çox aparmayayım. Yəni siz mətbuat saytında bu bölümə daxil olsanız, sosial şəbəkələr və onların tənzimlənməsi ilə bağlı bu kateqoriyaya daxil olsanız, bütün bu məlumatları biz hər ölkə üzrə statistik rəqəmlərlə biz ora daxil etmişik. Nəhayət, üçüncü model haqqında məlumat verilən və bu modeldə mən Azərbaycanı və bir çox ölkələri nümunə göstərəcəm. Bizdə nətərdir? Bizdə digər ölkələrdə danışdığımız modellər yoxdur. Bizdə daha çox sosial şəbəkə üzərindən informasiya yayanların davranışları üzərində məsuliyyət müəyyən olunur. Məsələn, 2013-cü ildə bilirsiniz, Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əlavə dəyişikliklər edilib. Orada göstərilir ki, sosial şəbəkələrdə anonim profillər açmaq, onların üzərindən təhqir və böhtan yaymaq və s. kimi əməllər, belə deyək ki, cinayət məsuliyyəti yaradır və onun haqqında cinayət əməl görünür. Deməli, bizdə model nədir? Bizdə sosial şəbəkələr üzərindən yayılan məzmuna görə məsuliyyət nəzərdə tutulur ki, bu da üçüncü modeldir və dünyanın bir çox ölkələrində tətbiq olunur. Amma belə deyək ki, bu artıq keçmiş bir prosesdir. İndi daha çox dünyada, daha çox ölkələrdə yayılmış model Avropa modelidir ki, onların qəbul etdikləri qanunda, qaydalarda
deməli, ikili məsuliyyət nəzərdə tutulur. Həm sosial şəbəkə adminləri üçün müəyyən məsuliyyət və öhdəliklər müəyyən olunur, həm də ki, deməli, dezinformasiya yayımlarının özləri üçün, yəni iki istiqamətdə tənzimləməni həyata keçirirlər. Əziz həmkarlar, sosial şəbəkələr, onlar haqqında son nəzəri fikirlər, Azərbaycanda durum, Avropada durum, Çində durum, Amerikada durum və s. haqqında biz burada hər birinə aid əlavə bir məqalə həsr eləmişik və maraqlı olanlar o məqalələrdə baxıb, deməli, əlavə bilgilər, daha geniş bilgilər əldə edə bilərlər. Mən çıxışımı burada saxlayıram, mövzu ilə bağlı suallar varsa cavablandıra bilərəm. Çox sağ olun, Müşfiq müəllim. Siz əsasən adminlərin fəaliyyətindən danışdın, amma bəs fərd halında tutaq ki, kimlər indi daha çox da bizim sosial şəbəkələrdə heç tapa da bilmirik, ünvanları da yoxdur, təhqiri elementləri var. O zaman hansı addımlar atılır başqa ölkələrin təcrübəsində? Tapmaq, adi istifadəçi üçün tapmaq, əslində mütəxəssislər tapa bilirlər, adi istifadəçilər tapa bilmirlər, amma əslində adminlər onların hamısını görürlər. Yəni, bilirlər ki, profil yaradan kimdir, haradadır, hansı ərazidədir və s. Yəni, onları müəyyən etmək onlar üçün çətindir. Ona görə Fransa, Almaniya, Türkiyə, ona görə bu platformalar qabağına şərt qoyur ki, sizin mütləq yerli ofisiniz açılmalıdır. Və onlar həmin dövlətlərin, belə deyək ki, milli qurumları ilə intensiv əlaqə saxlamağa məsuldurlar. Əgər problem aşkar olunursa, həmin dövlətin ərazisində müvafiq qurum, məsələn, dediyim kimi, Almaniyada Ədliyyə Nazirliyi, o yerli ofisə müraciət edən kimi onların borcudur ki, əvvəla həmin informasiyanı dezinformasiyadırsa, ya təhqirdir, böhtandır, nifrət rizqi deyildir, indi çox şeylər var orada. Əvvəla adminin borcudur ki, dərhal o informasiyanı bloklasın, bloklayandan sonra onun müəyyənləşdirilməsi və onun haqqında müəyyən ölçülər götürülməsi üçün addımlar atılsın. Ölçülər də deyim sizə kifayət qədər ağırdır. Məsələn, Fransada 40.000 euroya qədər cərimə tətbiq edə bilirlər. Və o YouTube kanallarına da təsir edə bilirlər, YouTube-a. Söhbət burada bütün sosial şəbəkə platformalarına gedir. Yəni, orada fərq qoyulmur, mən bildiyim qədər elədir. Yəni, bütün qanun etibar edir, bütün sosial şəbəkə platformaları. Lap yaxşı, çox sağ ol. Mövzu üzrə məruzə, bu sənin məruzən idi. İndi Azər müəllim, Hacı bəy indi bu sahədə tez-tez çıxışlar eləyir, maraqlı müsahibələr verir, sonucu da elə bu günlərdə idi. İndi də mənə bir sual ünvanlamışdılar, dedim bunu Hacı bəyə ünvanlayayım. Təşəkkür edirəm Müşfiq müəllim, Müşfiq müəllim, Allah razı olsun. Artıq Müşfiq müəllim ətraflı məlumat verdi dünya praktikası ilə bağlı. Düşünürəm ki, əslində bu sosial şəbəkələrlə mövzu bizim də gündəmizdədir və özünüz də görürsünüz ki, son zamanlar Müşfiq müəllim qeyd etdiyi kimi, istər mətbuat şurasına, istər sosial şəbəkələrdə ən çox şikayətlər məhz sosial media üzərindən olan postlarla bağlı olur ki, biz bunun şahidi oluruq və burada Müşfiq müəllim qeyd edir, dünya əhalisinin 67% sosial şəbəkə istifadəçisidir. Azərbaycanda isə artıq 7 milyondan çox insan məlumatı var ki, sosial şəbəkə istifadəçisidir və Azərbaycanda hazırda ən aktiv sosial şəbəkə TikTok sosial şəbəkəsidir ki, orada yəni 6 milyondan çox insan daxil olur. Amma burada maraqlı bir məqam var ki, biz tez-tez TikTok nümayəndələri ilə görüşlər keçiririk. Hər zaman bu sualı verəndə rəsmi rəqəmləri açılmadan yayılırlar bunlar. Yəni, onun da səbəbi odur ki, bilirsiniz ki, TikToka daha çox az yaşlı şəxslər daxil olur və yaşlarını dəyişərək daxil olduqlarına görə TikTok bu məlumatları açıq mənbələrdən açıqlamır. Bu çox incə bir məqamdır, amma biz bunu hardan əldə edə bilirik? Daha sonraki mərhələdə artıq TikTokda reklam vermək funksiyası var, bilirsiniz ki, artıq reklam verəndə seçəndə hədəf kütləsini artıq orada 6 milyondan çox insanın TikTok istifadəçisi olduğunu görürük. Amma TikTok sosial şəbəkəsinin belə deyək, daha bir fərqi ondan ibarətdir ki, digər sosial mediadan, xüsusən də Meta şirkətindən fərqi ondan ibarətdir ki, burada biz hansısa bir Azərbaycanla bağlı bir post olanda, bir şikayət olanda biz həmin postu sizlərə bilirik. Azərbaycanla belə bir anlaşması var, onlar tez-tez gəlirlər Azərbaycana, burada rəsmi qurumlarla görüşlər keçirirlər və bu görüşlərin nəticəsi olaraq, məsələn, hansısa bir təhqir varsa, iftira varsa, dezinformasiya, fake news varsa, biz bunun şahidi oluruq ki, TikTokda bunun qarşısını almaq olur. Amma çox təəssüflər olsun ki, digər sosial şəbəkələr, xüsusən də Facebook, Instagram bu məsələlərdə biraz bigan yanaşır və demək olar ki, yalnız süni intellektin verdiyi imkanlarla səhifələri bloklayır və yaxud səhifələri bağlayır və
səhifələrin açılması da problem yaradır və son dövrlərdə, yəni yəqin ki, bunu bizim bir çox media qurumlarımızda bir problem var. Onlar da qeyd edirlər ki, Instagramda xəbər səhifələrinin müxtəlif bloklanması mövzusu var ki, bu gündəmə gəlir. Məsələn, hansısa bir məşhur bir şəxssə, onun müəyyən qədər bir izləyicisi varsa və həmin o izləyici belə deyək də, verified səhifədirsə, onun haqqında tutaq ki, xəbər saytı bir məlumat yayıbsa və o da tutaq ki, xəbərin mahiyyətindən asılı olmayaraq, adi bir orada şəkli varsa xəbərdə, tutaq hətta rəsmi qurumun məlumatı olsa belə, Instagrama şikayət edərək səhifələri bağlayıb. Yəni, bu ilə bağlı bizə də çoxlu şikayətlər gəlir. Dostlar, burada Araz müəllim iştirak edir. Araz Report İnformasiya Agentliyinin əməkdaşıdır, həm də uzun müddətli ki, media sahəsində çalışan adamdır. Bizim bu layihədə isə ekspert kimi fəaliyyət göstərdi. Yəni, yeri gələndə suallarınız olsa, Araz müəllim də onları cavablandıra bilər. Azər müəllim, sizi eşidək, sonra keçək. Çox sağ olun, Müşfiq bəy. Danışılan mövzu burada məsələni qoymusunuz, məsələn, sosial şəbəkələrin tənzimlənməsi üzrə mövcud elmi nəzəri fikirlər. Amma mən hiss etdim ki, siz həm də praktiki məsələlər üzərində fokuslanmışsınız. Bu əslində lazımdır. Niyə? Çünki 10 ildən çoxdur. Mən özüm Azərbaycanda sosial mediadan ilk istifadə edənlərdənəm. Yəni, belə təzə-təzə o vaxtı hətta biz e-mail qruplar olurdu, yazışmalar, sonra keçdik bu LinkedIn zad, belə şeylər, Facebook olmayan dövrdən danışıram. Elə şeylər çıxdı və onlardan istifadə edildik. Təbii ki, sonra Facebook və digərləri də ard-arda gəldi. Dostumuz Hacı bəy qeyd elədi. TikTokdan belə uyğun şəkildə və fəal şəkildə istifadə edirəm. Bəzən cəmiyyət içində deyirlər ki, ay TikTok məxlaqsızların yeridir, filandır. Facebook haqqında da elə deyirlər təzə-təzə. Amma hərə özünə uyğun bir camiyə tapa bilir orada. Misal üçün, mən açıram, Alman dili öyrənirəm bir müddətli. Tutaq ki, mənim qabağıma ancaq Alman dili öyrədən videolar çıxır. Və çox da faydalıdır və həvəslə də bir oturanda tutaq ki, bir 10 dəqiqə, 15 dəqiqə o videolara baxıram. Yaxud siyasi məsələləri şərh eləyirəm, tutaq ki, qarşıma o siyasi məsələlərlə bağlı videolar çıxır və onlara baxıram. Yəni, məni, ailəmi, ümumiyyətlə ətrafımı narahat edəcək heç nə TikTokda qarşıma çıxmır. Və mənə görə, mənim gözlərimlə baxılsa, TikTok çox əxlaqlı bir yerdir, ədəb çərçivəsindədir, zərərli heç nə yoxdur orada. Amma doğrudan mı belədir? Əlbəttə deyil. Əlbəttə biz bilirik ki, başqa tərəfi də var. Bax, o başqa tərəfinin ayaqda durmasını təmin edən kimdir? İstehlakçılar, istifadəçilər. Yəni, bu sosial medianın, ümumiyyətlə internetin bu saat mahiyyəti odur ki, nəyisə düşünürüksə, demirəm, elə danışırıq, axtarırıq, düşünürüksə qarşımıza o çıxır. Bizim tədbirdə Ramil müəllim iştirak edir, Mətbuat saytının baş redaktorudur və mən bayaq dedim, niyə Mətbuat üzərində biz dayandıq? Həqiqətən də oxunaqlı bir saytdır və yüksək oxunaqlı olduğuna görə, bizim məhsullar daha çox auditoriya çatdırdığına görə biz Mətbuat saytının üzərində dayandıq və Ramil müəllimə də buna görə təşəkkür eləmək istəyirəm. Eyni zamanda bizim tədbirdə Nadir müəllim iştirak edir, Nadir Azəri, Azərbaycan əməkdar jurnalisti, Kaskvin, Orta Asiya Güney Qafqaz Söz Azadlıq şəbəkəsinin deməli rəhbəridir. Əminə xanım burada iştirak edir. Əminə xanım bizim aparıcı jurnalistlərdən biridir. Uzun müddət Kür qəzetinə rəhbərlik edir. Kür qəzeti Yevlaxda dərc olunurdu, baxmayaraq ki, amma ölkənin o paytaxtda çıxan qəzetlərdən çox-çox öndə idi. Həm tirajına görə, həm informasiya yayımına görə, məzmun çeşidliyinə görə. Hal-hazırda da Mətbuat Şurasında komissiyalardan birinə rəhbərlik edir. Əminə xanım, təşəkkür edirik iştirakçıya görə. Dostlar, bizim Coffee Break orada stolumuz var, süfrəmiz var. Biz o Coffee Breakdə təkcə çay, kofe içməsi deyil, həm də sərbəst söhbəti davam etdirməsidir. Mən təklif edirəm ki, orada hərəmiz bir çay götürək və bizim hörmətli qonaqlar da, həmkarlar da, mütəxəssislər də buradadır və sözümüzü orada davam etdirək. Buyurun, oradadır bizim Coffee.